İkimiz de hazırlaşmışıq yeni il tədbirinə getməyə. Sizinlə də daha öncə paylaşmışdım. Public Cafe 27-29 dekabr tarixlərində yeni il partisi təşkil edir. İstədim öz təəssüratlarımı vlog şəklində sizlərlə də bölüşüm. Tam yeni il ab-havasını burada hiss etmək mümkün idi. Yeni il temalı face artda təşkil olunmuşdu. Burada görürsünüz Alisa'nın üzünə də çəkilir. Hər dəfə Public Cafe'də təşkil olunan partilərdə Alisa videoda gördüyünüz kimi çox əylənir. Ona görə də hər təşkil olunan partilərə Alisa'nı gətirirəm. Yeməkləri də çox dadlı idi. Xüsusilə də bu Sezar pizzanı bəyənirəm. Yeni il keçirməyə ailəvi məkan axtarırsınızsa mütləq buraya müraciət edin. Uşaqlar üçün əyləncəli oyunlar da təşkil olunmuşdu. Düzdür, bu oyunları oynamağa hələ Alisa'nın yaşı çatmır, amma ona maraqlı gəlirdi. Digər uşaqlar da görürsünüz ki, həqiqətən çox əylənirlər. Bu anların hər biri övladlarımızın yaddaşında xoş xatirələr olaraq qalacaq. Ata baba hədiyyələrini maraqlı oyun şəklində verdi. Videoda görürsünüz. Alisa da təbii ki öz hədiyyəsini aldı. Tədbirin sonu isə Panda Show ilə yekunlaşdı.